Bağışlayan və mehriban Allahın adı ilə. Əziz müsəlmanlar, İslam Peyğəmbərindən sual etdilər. Ya Rəsuləllah, Ramazan ayında ən üstün və fəzilətli əməl hansıdır? Həzrət Rəsul Əkrəm belə buyurdu. Mübarək Ramazan ayında ən üstün və fəzilətli əməl Allahın haram buyurduğu və haram etdiyi şeylərdən çəkinməkdir. Əzizlərim, diqqət etsək görərik ki, aləmlərə rəhmət olan Həzrət Peyğəmbər Əkrəm bu mübarək hədisində oruç tutmaq, namaz qılmaq, ibadət etmək, həccə getmək, zəkat vermək, sədəqə vermək, başqa vacibi və digər üstün olan və fəzilətli olan əməllər ki, onların hamısı bu ayda fəzilətlidir, onları sadalamadı. Deməli, günahdan çəkinmək, günahdan uzaq olmaq, bütün bu dediklərimin hamısını ehtiva etdiyi üçün Həzrət Peyğəmbər Əkrəm Həzrət Əli Əleyhisselamın soruşduğu bu sualın cavabında günahdan çəkinmək yolunu bizlərə nişan verdi. Günahdan çəkinməyin nə kimi faydası vardır? Həzrət Peyğəmbər buyurmuşdu. Pəhrizkar və təqvalı olmaq istəyirsənsə, vacibatıva əməl elə. Əgər ehtiyatsız və imkanlı olmaq istəyirsənsə, əlvə gələn ruziyə, rizqə naşükür olma, qane ol. Allahdan ən çox qorxmaq istəyirsənsə, günahlardan çəkin. Mömin olmaq istəyirsənsə, tanışlarına və ətrafındakılarına yaxşılıq elə. Müsəlman olmaq istəyirsənsə, daima ehsan et. İnsan günah etdiyi təqdirdə, əgər səbr edərsə, günahdan çəkinərsə, onun fəziləti əncam verdiyi bütün vacib əməllərin savabından daha çox üstündür. Həzrət Peyğəmbər Əkrəm səbr etməyi 3 qismə bölmüşdür. İnsana müsibət üz verdikdə onun müqabilində etdiyi səbirdir. İkinci qism isə itaət və ibadətdə göstərdiyi səbirdir. Üçüncü qism səbir isə insanın günah qarşısında göstərdiyi səbirdir ki, səbirlərin içərisində ən üstün və dəyərli səbir də məhz budur. Çünki insan günah edə biləcəyi təqdirdə səbir göstərərsə, Allaha daha çox yaxın olmuş bəndələrindən sayılar. Həzrət Əli Əleyhisselam buyurub ki, hər kəs günah edə biləcəyi təqdirdə səbr edib günahdan çəkinərsə, Allah həmin şəxsin məqamını 900 dərəcə yüksəldər. Belə ki, hər bir dərəcənin arası yerlə göy arası qədər məsafə olmuş olar. Peyğəmbər Əkrəm isə belə buyurur. Mən isə öz ümmətimə tövsiyə edirəm ki, hətta günah haqqında fikirləşməkdən belə çəkinəsiz. Qəlbindən əgər keçsə günah, qəlbi qaraldar, tüstü evi yandırmasa, divarı saraldar. Çalışaq günahlardan uzaq olaq inşallah.